Mən indi burada başqa çəkicilikdən də danışmaq istəyirəm. Travmalı insanlar, hansılar ki, travmaları doğrudan həyatlarında, onların özlərində, sinir sistemlərində, psixikalarında böyük bir iz buraxır. O insanlar üçün çəkici olacaq. Hər travmalı insan üçün demirəm, amma bax, yenə də fərqlidir burada. Bax, məsələn, həyatında, uşaqlıqda şiddət görmüş insan, dominant bir valideynlə böyümüş insan, ona qarşı sərt olan valideyn olubsa, çox hiperhimayə göstərən valideyn olubsa, çox kontrolcu bir valideyn olubsa, o insanı qarşı cinsdə belə insanlar çəkici ola bilir. Dominant yenə də şiddət göstərən psixoloji şiddət, bəlkə hətta fiziki şiddət. Bildiniz necə? Yəni sən travman səndə iz buraxıbsa, bunu sağalda bilməmisənsə, üzərində işləməmisənsə, onda səni cəlb edə bilər, yəni patoloji bir davranışlar əks cinsdə. Travmatik bağlılıq nədən yaranır? Bir-birlərində olan travmalarıyla çəkirlər bir-birlərini. Yəni çəkicilik orada, yəni birinin travması tərk edilməklə bağlı travma var, imtina olunmaqla bir travma var. O bir insanın travması önəmliliyi, yəni ki, mən nə qədər önəmliyəm, özələm kimlər üçün. Və bu iki travma üzərindən bu insan istəyir ki, hər zaman özünü önəmli hiss etsin münasibət içində və sınayı, müxtəlif imtahanlar hələ bir yaradır. Bu partnyor da bu qədər sınaqlara tutalım dözmür. Bizim odur ki, travmalar üzərindən bir-birlərini çəkən insanlar, bağlanan insanların münasibəti bir tərəfdən möhkəm olur. Bir tərəfdən də ağrılı olur, acılı olur. Çünki bir-birlərini daim travmalayırlar. Bir-birlərindən qopada bilmirlər. Qopmayanda da travmalayırlar, qopanda da travmalayırlar. Travma üzərindən çəkicilik olduğu halda burada insanlarda psixoloji pozuntular daha da artır. Emosional stabillik daha da çökür. Fizioloji anlamda da xəstəliklər də yarana bilər. Cürəbəcür, müxtəlif, yəni ki, psixoloji pozuntular yenə də arta da bilər, panik ataklar yarana bilər, asılılıqlar yarana bilər, içkiyə meyillilik. Məsələn, ara sıra içən adam idisə, travmatik münasibətə başlayandan sonra orada müxtəlif asılılıqlar çıxa bilər ortaya. İçki üzərindən, nə bilim, oyunlar üzərindən, cürəbəcür insanlarla cinsi münasibətlər yaşamaq üzərindən, porno asılılıq ola bilər. Yəni asılılığın hər növü ola bilər. Travmatik münasibət olduğu halda insanlar hələ bir-birlərini əgər bu mövzu ilə bağlı maariflənməyiblərsə, bixəbərdirlərsə, travmatik bağlılıq da olar da. Hələ bilirlər ki, bunun xasiyyəti çətindir, onun xasiyyəti çətindir. O hələ bilir bu kaprizlidir, o hələ bilir bu egoistdir, bu hələ bilir bu egoistdir. Amma anlamırlar ki, ikisində də travma var. Çox kəskin şəkildə. Və ikisi də bir-birlərinə daha da yara açırlar. Yəni yaranın üzərindən yara açırlar. Həmin yaralar üzərindən yaralayırlar bir-birlərini. Bu cür münasibətlərdə də çəkicilik aşırıdır, dəhşət çoxdur, yəni ki, anormal dərəcədədir. Hələ bir elektrik cərəyanı kimidir. Normal deyil. Və ona görə də buradakı çəkicilik təhlükəlidir deyə bilərik. Yəni ki, psixika üçün, çünki burada şiddətlə də çox belə kəskin şiddət insanlar bir-birlərinə göstərə bilirlər. Yəni axırı faciə ilə bitən burada hadisələr də görmüsünüz. Yəni